Çoxunuz panik pozuntunun 3 əsas tipi olduğunu bilmirsiniz. Biraz bundan bəhs edəcəm. Birinci somatik tipdir. Bu tipdə xəstədə daha çox fiziki əlamətlər yaşayır və panik atakı somatik bir xəstəlik kimi başa düşür. Tipik xüsusiyyətləri ürək döyüntüsünün kəskin artması, nəfəs darlığı, hava çatmama hissi, sinə ağrısı, əllərin titrəməsi, tərləmə, baş gicəllənmə, hiperventilyasiya və s.dir. İkinci tip kognitiv tipdir. Bu tipdə fiziki əlamətlər çox güclü olmaya bilər, amma əsas problemi katastrofik düşüncə yaradır. Bunun da xüsusiyyətləri əsasən ağlımı itirəcəm, özümü idarə edə bilməyəcəm qorxusudur, birdən ictimaiyyətdə özümü biabır edərəm, real olmayan amma güclü təhlükə düşüncələri, düşüncələrin sürətli axını, dissosiativ tipdə isə əsas panik atak daha çox duyğu və reallıq hissinin dəyişməsi ilə gedir. Bunun da tipik xüsusiyyətləri derealizasiya, yəni ətrafın real gəlməməsi, depersonalizasiya, özünü bədəndən kənarda hiss etmək, zamanın yavaşlaması, hisslərin donması, uyuşma, sanki robot kimi olma hissi ilə büruzə verir.